Salamlar, vaxtınız xeyir olsun. Aprel ayının 23 və 24-dən başlayaraq may ayının 2-sinə qədər olan müddət ərzində Qərbi Rusiya ərazisində, Şərqi Avropa ərazisində, Qaradəniz ölkələrində orta troposferdə atmosfer təzyiqinin əvvəlki günlərlə müqayisədə xeyli aşağı enməsi gözlənilir. Nəticədə orta troposferdə siklon sistemlərinin aktivləşməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənilir. Prosesin sonraki inkişafı nəticəsində artıq hava kütlələrinin Qaradənizin şərqindən və Aralıq dənizinin şərqindən, orta troposferdən rütubətli hava axınlarını Kiçik Asiya ərazisindən Qafqazın cənubu Azərbaycan ərazisinə daşıması gözlənilir və prosesin nəticəsində aprel ayının artıq 23 və 24-dən başlayaraq Qafqazın cənubu Azərbaycan ərazisində hava şəraitinin, xüsusilə də Azərbaycanın şimal və qərb rayonlarında, yəni Böyük Qafqaz rayonlarında, Gəncə Qazax ərazisində, Kiçik Qafqaz rayonlarında, Naxçıvan ərazisində və Mərkəzi Aran rayonlarında, eyni zamanda Azərbaycanın şimal və şərq rayonlarında hava şəraitinin yenidən kəskin dəyişilməsi üçün münbit sinoptik şəraitin yaranması gözlənilir. Proses nəticəsində xüsusilə də aprel ayının artıq 23 və 24-dən başlayaraq mayın 2-sinə qədər olan müddət ərzində Qərbi Rusiyadan, Şərqi Avropadan və Qaradəniz ölkələrindən tez-tez siklon sistemlərinin keçməsi nəticəsində hava şəraitində kəskin dəyişiklik gözlənilir və bu dəyişikliklərin Qafqazın cənubuna da təsir etməsi nəticəsində artıq Azərbaycanın xüsusilə də şimal və qərb rayonlarında hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Proses nəticəsində Böyük Qafqaz rayonlarının Balakən, Zaqatala, Şəki, Qax, Oğuz, Qəbələ, İsmayılı, Şamaxı, Xızı, Quba, Qusar, Xaçmaz, Şabran rayonları ərazisində, eyni zamanda Dağlıq Şirvan ərazisində aprel ayının 23 günün ikinci yarısına başlayaraq hava şəraitində dəyişiklik gözlənilir. Aprel ayının 24-ü artıq daha da kəskinləşməsi gözlənilir. Prosesin nəticəsində may ayının 2-si gündüz saatlarına qədər olan müddət ərzində arabir yağış yağması gözlənilir. Yağışların xüsusilə də günün ikinci yarısında axşam saatlarına doğru lokal leysan xarakterli, intensiv və güclü olması ehtimalı var. Xüsusilə də Böyük Qafqaz rayonlarının Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ ərazilərində, eyni zamanda Quba, Qusar ərazilərində isə yağışların lokal xarakterli, güclü və şiddətli olması nəticəsində dağ çaylarında daşqın və sel hadisələrinin yenidən təkrarlanması riski var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Proses nəticəsində güclü topa yağış buludlarının sonraki inkişafı nəticəsində supersel buludlarının da formalaşması riski var ki, nəticədə yağan donun diametrinin bir qədər iri dənəli yağması gözlənilir. Eyni zamanda ildırım və şimşək proseslərindən bərabər küləklərin də bir qədər güclənməsi ehtimalı var. Proses eyni zamanda əraziyə qısa müddət ərzində güclü və şiddətli yağışların yağmasına səbəb ola bilər ki, nəticədə bir sıra ərazilərdə, xüsusilə də dağ çaylarında, dağ çayların yataqlarında daşqın riskində kəskin artım gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Mingəçevir, Göygöl, Goranboy ərazilərində, eyni zamanda Daşkəsən, Gərəbəy, Kəlbəcər, Şuşa, Laçın, Xankəndi, Zəngəzur, Zəngdən ərazilərində və Naxçıvanın Sədərək, Ordubad, Şahbuz ərazilərində də aprel ayının artıq 23-ü günün ikinci yarısından başlayaraq hava şəraitində dəyişiklik gözlənilir. Aprel ayının 24-ü günün ikinci yarısında isə hava şəraitindəki dəyişikliyin daha da kəskinləşməsi nəticəsində yağışların lokal leysan xarakterli intensiv olması ehtimalı var. Prosesin xüsusilə də may ayının 2-sinə qədər davam etməsi gözlənilir. Fasilələrlə arabir yağış yağması gözlənilir. Yağışlar xüsusilə də günün ikinci yarısında və axşam saatlarına doğru lokal leysan xarakterli intensiv və güclü olması ehtimalı var. Topa yağış buludlarının sonraki inkişafı nəticəsində supersel buludlarının da formalaşması riski var ki, nəticədə yağan donun diametrinin konvektiv aktivliyin kəskin şəkildə artması nəticəsində bir qədər iri dənəli dolu yağması ehtimalı var. Proses eyni zamanda lokal xarakterli güclü külələrlə müşahidə edilə bilər. Prosesin nəticəsində dağ çaylarında gürsulluğun davam etməsi gözlənilir. Xüsusilə də dağ çaylarındakı çay yataqlarına yaxın ərazilərdə daşqın riskinin yüksək səviyyədə olması ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Azərbaycanın şimal və qərb rayonlarından və şimal-şərq rayonlarından keçməsi gözlənilən ildırım dolu buludlarının bəzi hissələrinin də Mərkəzi Aran rayonları arasından keçməsi ehtimalı var. Nəticədə Mərkəzi Aran rayonlarının Yevlax, Kürdəmir, Sabirabad, Ucar, İmişli, Ağcabədi, Beyləqan, Salyan, Neftçala, Biləsuvar ərazilərində də aprel ayının 23-cü axşam, 24-cü günün ikinci yarısında hava şəraitində dəyişiklik ehtimalı var. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Proses eyni zamanda Qafqazın şimalında və Qafqazın şimal-şərqində, eyni zamanda Qafqazın şimal-qərbində və Gürcüstan ərazisində də müşahidə edilməsi ehtimalı var. Nəticədə Gürcüstan ərazisində də
artıq hava şəraitində aprel ayının 23-cü və 24-də kəskin dəyişiklik gözlənilir. Nəticədə əraziyə, Gürcüstan ərazisinə leysan yağışlarının yağması ehtimalı var. Nəticədə yüksək dağlıq ərazilərdəki əriyən qar suları ilə leysan yağışlarının gətirdiyi sel sularının əriyən qar sularından qaçması nəticəsində Gürcüstan ərazisindəki əksər dağ sahələrində gürsulluq gözlənilir və prosessin sonrakı inkişafı nəticəsində isə Kür çayının yuxarı axırında, Kür çayının aşağı axırında və Araz çayında da sulluğun artması ehtimalı var. Proses nəticəsində əvvəlki dövrlərdə daşqın və sel hadisələrinin baş verdiyi ərazilərdə yenidən daşqın və sel hadisələrinin təkrarlanması riski var. Kanalda əvvəlcədən də bildirdiyimiz kimi, aprel ayının 23 və 24-dən başlayaraq may ayının xüsusilə də birinci 10 günün əvvəllərinə qədər olan müddət ərzində və prosesin sonrakı inkişafı nəticəsində isə may ayının 1-ci, 2-ci və 3-cü 10 günlük ərzində Cənubi Qafqaz Azərbaycan arasındakı hava sahəsində orta troposferdə atmosfer təzyiqinin əvvəlki dövrlərlə müqayisədə daha tez-tez aşağı inməsi gözlənilir. Yəni konvektiv aktivliyin kəskin şəkildə artması ehtimalı var. Eyni zamanda orta troposferdəki atmosfer təzyiqində kəskin tərəddüdlər nəticəsində hava şəraitinin 2025-ci ilin may ayı ərzində tez-tez dəyişilməsi riskinin əvvəlki illərin may aylarının müqayisədə daha çox artması gözlənilir. Bu barədə yenilənmiş məlumatlar kanalda yayımlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer proseslərində baş verən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatlar yayımlanacaq.